Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında Azərbaycan əhəmiyyətli rola malikdir. Xüsusilə Qazaxstanla dinamik inkişaf mərhələsinin başlanğıcı dünyada davam edən iqtisadi problemlərin fonunda hər iki ölkə üçün müstəsna rola malikdir. Avqustun 24-də Qazaxstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri çərçivəsində imzalanan sənədlər siyasi sferada olduğu kimi nəqliyyat logistika sahəsində də əməkdaşlığın gücləndiriləcəyinə işarədir. Мы определили пути развития нашего сотрудничества на международной арене. Мы активно взаимодействуем в ведущих международных организациях. И, конечно же, создаются новые предпосылки для многостороннего сотрудничества. В июне в Баку состоялась встреча министров иностранных дел и транспорта Азербайджана, Казахстана и Турции, что является новым форматом многостороннего сотрудничества. И это сотрудничество имеет большую перспективу. Также в совместной декларации отражено возможное дальнейшее развитие многостороннего сотрудничества Азербайджана с 5 центральноазиатскими странами, что также является, думаю, естественным, поскольку и история, и традиции, и культура. Son illər Azərbaycanın xarici siyasətinin əsas komponentlərindən biri də türkdilli dövlətlərlə əməkdaşlığı daha çox inkişaf etdirməkdir. Məhz bunun nəticəsidir ki, 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının 9-cu zirvə toplantısı və bunun əsasında imzalanan Naxçıvan bəyannaməsi ilə türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatının əsası qoyuldu. Prezident İlham Əliyevin irəli sürdüyü təklif və təşəbbüslərin həyata keçirilməsi türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına əsaslı töhfə verib. Bura türkdilli dövlətlərin Parlament Assambleyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahının Bakıda yerləşməsi, 2020-ci il aprelin 10-da Türk Şurasının videokonferans vasitəsilə fövqəladə zirvə görüşünün keçirilməsi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına yönələn digər məsələlərə aiddir. Daha sonra 2021-ci il noyabrın 12-də Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası İlham Əliyevin Türk dünyasının ali ordeni ilə təltif edilməsi haqqında qərar qəbul edib. Bütün bunlar Azərbaycanın eyni soykökə malik dövlətlərlə və xalqlarla münasibətləri daha üst səviyyəyə yüksəltməkdə nə dərəcədə maraqlı olduğunu göstərir. Bu dövlətlər arasında Qazaxstan xüsusi çəkisi ilə seçilir. Ölkələrimiz BMT, ATƏT, Avroanalitik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Ümumilli lider Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət kursunda Azərbaycan-Qazaxstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirilməsinə mühüm əhəmiyyət verilib. 1997-ci il iyunun 10-11-də Prezident Heydər Əliyev Qazaxstana rəsmi səfər edib. Səfərin yekunlarına əsasən Azərbaycanla Qazaxstan arasında xüsusi əhəmiyyət kəsb edən bir sıra sənədlər imzalanıb. Prezident İlham Əliyev isə Qazaxstana ilk rəsmi səfərini 2004-cü ildə edib. Səfər zamanı iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. Avqustun 24-də Qazaxstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri və bu səfər çərçivəsində 20-dən çox sənədin imzalanması onu göstərir ki, Xəzər qonşuları nəinki nəqliyyat, logistika, eləcə də dünyada artan taxıl qiymətləri fonunda hər iki ölkənin mənafeyinə uyğun, qarşılıqlı şəkildə məhsuldar addımlar atacaq. Во всяком случае, со стороны Казахстана имеется абсолютная заинтересованность в развитии данного вида сотрудничества. Хотел бы особо отметить сельскохозяйственную сферу. Здесь у нас есть взаимная дополняемость. Вы знаете, что Казахстан имеет возможность поставлять зерно, пшеницу, другие виды сельхозпродукции. В свою очередь, у нас есть потребность в том, чтобы импортировать продукцию сельского хозяйства из Азербайджана, то есть плодоовощную продукцию. И вообще в целом целый ряд казахстанских производителей готовы увеличить поставки в Азербайджан по 100 товарным позициям на общую сумму более $300 миллионов. Поэтому нам нужно обеспечить логистику данного товарооборота, и это задача правительств наших стран.
Ötən il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulub. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204,3 milyon Amerika Birləşmiş Ştatları dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon Amerika Birləşmiş Ştatları dolları həcmində investisiya qoyulub. Bu kontekstdə imzalanan yeni sənəddə əksini tapmış siyasi əlaqələrin inkişaf etdirilməsi, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı dəstək, mühüm məsələlərin həlli ilə bağlı birgə səylərin əlaqələndirilməsi ilə yanaşı iqtisadi ticarət, nəqliyyat, logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də vacib elementdir. Наших народов диктует более тесное взаимодействие во всех сферах. Мы сегодня подробно говорили о сферах транспортно-логистического направления и дали соответствующие поручения членам правительства интенсифицировать контакты, поскольку средний коридор, который объединяет наши страны, имеет очень большую перспективу. И в Казахстане, и в Азербайджане уже создана современная инфраструктура, которая позволяет транспортировать большие объемы грузов, но мы определили дальнейшие направления сотрудничества с тем, чтобы еще больше увеличить пропускную способность среднего коридора. Также в совместной декларации отмечена важность. Ötən dövr ərzində görülən işlər onu göstərir ki, Azərbaycan-Qazaxıstan münasibətləri Avropa ilə Mərkəzi Asiya arasındakı dəhlizdə açar rolunu oynayır. Tarixən dostluq münasibətlərinin başlıca amil kimi müəyyən edən hər iki tərəf strateji münasibətləri digər sahələrə də tətbiq etmək niyyətindədir. Təbii ki, dünyada gedən siyasi proseslər fonunda belə bir əməkdaşlıq həm region üçün, həm də dünya üçün uğurlu perspektiv vəd edir. Rüstəm Mikailzadə, Röya Bənənyarlı, ASTV Xəbər.